Hər kəs salamlayıram. Arıqlamaq istəyən şəxslər bəzən deyirlər filan bir şey eləsəm tez arıqlayaram. O sənə lazımdır, amma indi yox. Yavaş-yavaş dostlar, birinci pillə, ikinci pillə, üçüncü pillə elə bir işə düzəlmisən. Anlayışın olmayan, çətin bir işi sənə bir dəfəlik verirlər. Sən də loru dildə desə sınırsan da, həvəsdən düşürsən. Başa düşdüm, insan baxır indi səhifə çıxır qabağına, motivasiya alır, birdən-birə qərar verir ki, gedim alış-veriş eləyim, hər şey sabahdan başlayıram. O da ona çətin gəlir. Bir daha söylürəm, 1-2 gün elədikcə səbirlə görəcəksən, həmin o 1-2 gün var ha, o sənə motivasiya verəcək, çünki nəticə görəcəksən axı. Sən birdən-birə istəyirsən tez bir şey olsun. Yox dostlar, səbirlə, təmkinlə. Elə bilsən kimin üçün şey eləyirsən bunu? Tez toya gedirəm, qonaqlığa gedirəm, qohum toyda istəyirəm, arıqlayım və s. Belə şey yoxdur. Sən kimə özünü sübut eləyirsən? Yəni sən özünə sübut edir ki, mən bacardım. Və salam, burada başqa söhbət ola bilməz. Yəni həyatını buna həsr elədi. Həyatını həsr eləmək bir balaca kobudmu deyimmi, bir balaca fərqli çıxır. Amma ki, yəni belə də o həyat tərzin sənin belə olmalıdır. Yəni sağlam qida, yəni formada qalmaq. Və salam, burada başqa çətin bir şey yoxdur. Hər kəsə uğurlar.